Kəmal xanım, burada bir dənə də nüans var ki, baxın, indi biz deyirik ki, bunları işləyəcəksən, düzələcəksən. İnsan bunu eləyir ki, tez bunu eləyim bitsin. Təlim 3 aylıqdır, 5 günlükdür, 3 günlükdür, misal üçün də. Ora getdim, qeyd edir. Bura getdim, qeyd edir. Bura getdim. Nə oldu deyə da getdim, heç biri düzəlmədi. Əvvəl köklüdə bizə yazılanlar, bəziləri bu sualları verirdi. İndi artıq o sualları verir. Yəni gözləntini indi bu dəqiqə burada istəyirlər. İnsan başa düşməlidir ki, yəni mən 8 ildir bu işin içindəyəm, hələ də öyrənirəm ki, hələ nələr var, hələ hardan, necə, nəyi öyrənmək olar, necə axtarmaq olar. Yəni insan daima öz üzərində işləməlidir. Amma bir bünövrə var da, o bünövrəni tam bərpa eləyəndən sonra o suallar artıq çəkilməyə başlayır. Bəli, insan gözləntini yığışdırmalıdır. Oturub sən fikirləşsən ki, bugün bu videoya baxdım. Aha. Nə oldu? Nətər oldu? Yox, o zaman yəni elədiyi artıq yəni nəticə olacaq, amma o deyil. Amma sən bunu axına buraxsan, deyəcəksən ki, mən buna yazılmışam, nə olar? Ona o diqqətsizlik dəyərin vermirsən, ucuzlaşdırmırsan, dəyərsiz eləmirsən. Niyə insan nəyisə dəyərsiz eləsin? Çünki öz həyatına qarşı o cür yanaşır da, düzdürmü? Və kiminsə işini sən ucuzlaşdırıb dəyərsizləşdirirsənsə, sən artıq orada nə nəticə görə bilərsən? Nə qədər mükəmməl bir iş olsa da, düzdürmü? Mümkün deyil. Mən İmram Kriyanın məsəl üçün seminarına getmişdim. Möhtəşəm bir insandır. Onun enerjisi möhtəşəm. Mən ora getsəydim, desəydim ki, ayda 1600 nəfərlə seminar keçir. Bu mənə nə verəcək ki? Mən əlbəttə orada daha da betər olacaqdım. Daha da heç bir hiss yaşamamış gələcəkdim. Amma mən ora ona inanaraq getdim və həqiqətən də gəldim, 3 ay çöküş yaşadım. Amma ondan sonra bir çox şeyin fərqinə vardım və onun gücünü həqiqətən də hiss elədim. Yəni mənim yanaşmam bu cür idi. Amma siz kimin yanına gedirsinizsə gedin, Satqurunun yanına belə getsən, əgər sən desən ki, bu Satqurunun mənə verəcəyi nə olacaq ki? Elə belə də olacaq. Onun sənə gəldiyi enerji, gələcək, bütün bədənlərindən keçəcək, 1% gəlib sənə çatacaq. Çünki niyə? Yenə də gəlirik bura. Bax, insan bu olmalıdır. Tam olaraq bu olmalıdır. Bu deyilsənsə, sənə hər hansı bir informasiya, axı informasiya nədir? Söz nədir? Enerjidir da, düzdürmü? Mən sözü deyirəm, o energetik olaraq gedir kiməsə çatır. Doğru. O beyinlə hamımız hər şeyi başa düşürük, düzdürmü? Hamı ağıllıdır. Doğru. Bu saat ən bədbəxt insanı dindir, sənə elə məsləhətlər verəcək. Deyəcəksən ki, bunu özünə niyə eləmirsən ki? Misal olaraq. Çünki o sözün altında heç bir enerji yoxdur. Amma insanın enerjisi var. Mən məsəl üçün hal-hazırda indi danışıramsa, insan bunu necə qəbul edir? Nə dərəcədə qəbul edir? Hər kəs öz enerjisinə uyğun qəbul edir. Kimsə bunu yanlış anlaya bilər, kimsə bunu qıcıq ola bilər,